Salam. Oo, hoş gelmişsiniz. Buyurun, buyurun içeri. Buyurun, əyləşin. Sağ olun. Çay, konyak. Vaxtım azdır. Ananız hanı? Anam, ha, bu saat. Bunların hansı sizin ananızdır? Yoldaş podpolkovnik, həmin paltarlar tikilən sex tapılmışdır. Adi dövlət sexidir. Məsələ burasındadır ki, orada işləyənlərin çoxunun xəbəri yoxdur ki, istəsə ondan artıq mallar hara gedir. Deməli, sex şəhərdəymiş. Bəli. Bəs onların Şıxırda nə işləri var? 4 yolun ayrıcı, çox dolaşıq yerdir. Elədir, çünki bir tərəfdən qaz və his təmizləyici zavodlar, bir tərəfdən qayı postu, bu biri tərəfdən sahil, qayalıq, bu da daş çarxınaları. Bəs bu nədir? Bu evdir, yoldaş podpolkovnik. 10 il bundan qabaq nəsə tikmək istəyirdilər, sonra yarımçıq qoydular. Biz orada olmuşuq. Təkcə divarları qalıb, o da bugün sabah uçub gedər. Heç şübhə yoxdur ki, axtardığımız gizli anbar bu arada Şıxovdadır. Xosro Miriyevin qayığı da elə ona görə bura tez-tez gəlirmiş. Əminə də hər gün buraya gəlib paltarlara saxta etiket tikirmiş. Yoldaş podpolkovnik, deyəsən bizi qabaqlayıblar. Diş həkimi Ziya Nəsibzadə bu gecə evə gəlməyib. Axırıncı dəfə onu dünən gündüz poliklinikadan bir nəfər sifarişçinin dalısınca gedəndə görüblər. Yaxşı, bu iki işin bir-birinlə nə əlaqəsi? Siz bilirsiniz birinci dəfə Ağ Moskviç haqqında xəbərdarlığı kimdən almışıq? Ziyadan. Ziya, sən gəl tərsliyi bıraq. Əminənin yerini de, sonra hara cəhənnəm olursan ol. Ay, bıraxdınız məni ya. Sizin gərək ki, şahid naroz olmasın. Rəhmətli Kazımlı yadınızdadır? Kazımlının bura nə dəxli? Dəxli odur ki, dünən axşam köhnə tanışlarımdan birinə rast gəldim. Əminə Şirinovaya. O da hər şey açıb mənə danışdı.